1050 manata Samsung Galaxy A57 yoxsa 950 manata Samsung Galaxy A37 hansı telefon almalısınız? Bugün Samsung'un yeni təqdim etdiyi iki orta segment modelini müqayisə edəcəyik. Samsung əvvəlki modellərlə müqayisədə nələri dəyişib? Bu videoda əsas sualları cavablandırmağa çalışacağıq. Samsung bu il Galaxy A seriyasında çox maraqlı dəyişikliklər edib. Şirkət artıq orta segmentdə belə flaqman xüsusiyyətləri təqdim etməyə fokuslanıb. Bunun əsas istiqamətləri süni intellekt imkanlarının genişləndirilməsi, cihazların daha incə və yüngül hala gətirilməsi və yeni nəsil Exynos prosesorlarının istifadəsidir. Xüsusilə Awesome Intelligence adlanan süni intellekt sistemi bu telefonların istifadə təcrübəsini ciddi şəkildə dəyişir. İlk olaraq dizayndan başlayaq. Samsung Galaxy A57 bu seriyada ən diqqət çəkən modellərdən biridir. Cəmi 6,9 mm qalınlığa malik olan bu telefon əvvəlki nəsil A56-dan daha incədir və çəkisi də 179 qrama qədər azaldılıb. Samsung bu modeldə premium materiallardan imtina etməyib. Alüminium çərçivə və hər iki tərəfdə Gorilla Glass Victus Plus istifadə olunub. Üstəlik, bu model artıq IP68 sertifikatı ilə gəlir, yəni suya və toza qarşı daha yüksək qoruma təqdim edir. Bu əvvəlki modeldə olan IP67 ilə müqayisədə ciddi irəliləyişdir və cihazı öz segmentində daha dayanıqlı edir. Galaxy A37 isə daha klassik dizayn yanaşmasını saxlayır. 7,4 mm qalınlıq və təxminən 196 qram çəki ilə gəlir ki, bu da onu bir qədər ağır hiss etdirə bilər. Burada çərçivə plastikdir və bu qiymət segmentində bu seçim müəyyən suallar yaradır. Amma Samsung onu elə dizayn edib ki, vizual olaraq premium təsir bağışlayır. Ön və arxa hissədə yenə Gorilla Glass Victus Plus istifadə olunub və ən vacibi bu model də artıq IP68 qoruma alıb. Bu isə A36 ilə müqayisədə böyük yenilikdir. Ekran tərəfinə keçsək, hər iki telefon 6,7 düymlük Super AMOLED panel ilə gəlir və 120 Hz yeniləmə tezliyini dəstəkləyir. Amma burada bir neçə vacib fərqlər var. Galaxy A57-də Super AMOLED Plus texnologiyası istifadə olunub və HDR10 Plus dəstəyi mövcuddur. Bu isə daha canlı rənglər, daha yaxşı kontrast və xüsusilə video izləyərkən daha keyfiyyətli görüntü deməkdir. Pik parlaqlıq isə 1900 nit səviyyəsinə çatır. Galaxy A37-də də parlaqlıq eyni səviyyədədir, amma HDR10 Plus dəstəyi yoxdur və panel standart Super AMOLED-dir. Buna baxmayaraq A37 öz segmentində ən parlaq ekranlardan birinə sahibdir. Lakin ekran gövdə nisbətinin təxminən 86,5% olması və çərçivələrin bir qədər qalın qalması dizayn baxımından kiçik mənfi cəhət kimi qiymətləndirilə bilər. Performans hissəsi bu müqayisənin ən maraqlı tərəflərindən biridir. Galaxy A57 yeni nəsil Exynos 1680 prosesoru ilə təchiz olunub. Bu çip 4 nanometr texnologiya əsasında hazırlanıb və əvvəlki Exynos 1580 ilə müqayisədə daha güclü CPU strukturu təqdim edir. Ən böyük yeniliklərdən biri isə NPU, yəni süni intellekt blokundadır. Burada performans 33% artaraq 19,6 TOPS səviyyəsinə çatıb. Bu, gündəlik istifadə və süni intellekt funksiyaları üçün kifayət qədər güclü olsa da, bu qiymət segmentində bəzi istifadəçilər daha yüksək performans gözləyə bilər. Qısa müddətdə problem hiss olunmasa da, uzun müddətli istifadədə performans zəifləməsi ehtimalı da nəzərə alınmalıdır. Galaxy A37-də Samsung Snapdragon platformasından imtina edərək Exynos 1480 prosesoruna keçib. Bu çip də 4 nanometr texnologiya üzərində qurulub və əvvəlki modeldəki Snapdragon 6 Gen 3 ilə müqayisədə CPU performansında 14%, GPU-da 24%, NPU-da isə 167% artım təqdim edir. Bununla belə qeyd etmək lazımdır ki, bu prosesor artıq Galaxy A55 modelində istifadə olunmuşdur və buna görə bir qədər köhnə sayılır. Gündəlik istifadə üçün kifayət etsə də, bu qiymətə daha yüksək performans gözləyənlər üçün ideal seçim sayılmaya bilər. Buna baxmayaraq, benchmark nəticələrinə görə bu model 1 milyon Antutu balını keçir ki, bu da orta segment üçün yüksək nəticədir. Kamera tərəfinə baxanda Galaxy A57 Galaxy A37 ilə müqayisədə bir qədər öndədir. 50 megapiksel əsas kamera daha böyük sensorla təchiz olunub ki, bu da xüsusilə gecə çəkilişlərində daha çox işıq qəbul etməyə imkan verir. Amma real istifadə zamanı kamera performansı əvvəlki modellərlə müqayisədə böyük fərq yaratmır və bu da bəzi istifadəçilər üçün məyus edici ola bilər. Ultra geniş bucaqlı kamera 12 megapikseldir və ümumi kamera sistemi daha balanslıdır. Bundan əlavə A57-də Best Face və Auto Trim kimi süni intellekt funksiyaları da var. Galaxy A37-də də 50 megapiksel əsas kamera mövcuddur və optik stabilizasiyaya sahibdir. Gündəlik istifadə üçün kifayət qədər yüksək keyfiyyət təqdim edir.
Amma ultra geniş bucaqlı kamera 8 megapikseldir və bu A57 ilə əsas fərqlərdən biridir. Video tərəfində 4K 30 FPS dəstəyi olsa da, ümumi video performansı baxımından xüsusi iddiası yoxdur. Batareya hissəsində hər iki model eyni səviyyədədir. 5000 mAh batareya və 45 Watt sürətli şarj dəstəyi var. Təxminən 30 dəqiqəyə 60% dolur və tam şarj 1 saat 15 dəqiqə çəkir. Maraqlı məqam isə budur ki, A57 daha incə olmasına baxmayaraq eyni batareya tutumunu qoruyub saxlayıb. Lakin hər iki cihazın qutusunda şarj adapterinin olmaması əlavə xərc deməkdir və bu mənfi cəhətlərdən biri kimi qeyd olunmalıdır. Proqram təminatı baxımından hər iki telefon Android 16 və One UI 8.5 ilə gəlir. Samsung burada çox ciddi addım ataraq 6 il sistem və təhlükəsizlik yeniləməsi vəd edir. Bu isə orta segment üçün çox nadir haldır və cihazları uzunmüddətli istifadə üçün cəlb edicidir. Bağlantı texnologiyalarında da fərq hiss olunur. Galaxy A57 Wi-Fi 6E və Bluetooth 6.0-ı dəstəkləyir ki, bu da onu gələcək üçün daha hazır edir. Galaxy A37 isə Wi-Fi 6 və Bluetooth 5.4 ilə gəlir və bu da əksər istifadəçilər üçün kifayətdir. Galaxy A57 A56 ilə müqayisədə daha incə, daha premium və daha funksional cihazdır. Galaxy A37 isə A36 ilə müqayisədə ciddi inkişaf göstərib və xüsusilə ekran və proqram təminatı ilə seçilir. İndi isə əsas suala gələk. Hansını seçmək lazımdır? Oyun oynuyorsunuzsa, daha premium hissiyat və əlavə süni intellekt funksiyaları istəyirsinizsə, Galaxy A57 daha doğru seçimdir. Amma qeyd etmək lazımdır ki, bu qiymətə alternativ modellərlə müqayisə aparmaq mütləqdir. Daha sərfəli qiymətə balanslı, yaxşı ekranlı və uzunmüddətli dəstəyə malik telefon axtarırsınızsa, Galaxy A37 daha məntiqli seçimdir. Ümumilikdə Samsung bu il uğurlu addım atıb. Galaxy A57 mini flaqman səviyyəsinə yaxınlaşsa da, Galaxy A37 öz segmentində balanslı seçim kimi ön plana çıxır. Hər iki modelin 6 illik dəstək alması isə onları uzunmüddətli istifadə üçün yararlı edir. Daha çox faydalı məlumat üçün Instagramda Alt404-ü izləməyi unutmayın. Səhifənin linkini videonun aşağısında paylaşmışıq. Başqa mövzuda görüşəcəyik. Hələlik.